Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bugün sizinlə maraqlı bir ardıcıllıq sualının izahına baxacağıq. Sualımıza baxaq ki, bunun həll qaydası necədir? Baxın, ilk öncə sualıma baxıram. Hansısa bir artım və yaxud ki, azalma varmı? Onlara baxaq. Məsələn, 73-dən 14-ə 59 azalıb. 14-dən 34-ə 20 artıb, daha sonra isə 40 artıb. Burada hansısa bir ardıcıllıq mən görmürəm. Əgər biz ədədləri bu formada baxanda ardıcıllıq görmürüksə, o zaman ədədləri tərsinə yaza bilərik. Gəlin baxaq ki, 73-ün tərsi 37, 14-ün tərsi 41, 34-ün tərsi 43, 74-ün tərsi 47, 35-in 53, 95-in isə 59 olduğunu görərik. Sonra bu ədədlərə baxsaq, bunların da artım və yaxud azalmalarına baxaram. Məsələn, 37-dən 41-ə 4 artıb, 41-dən 43-ə 2 artıb, 43-dən 47-yə 4 artıb. Aha, burada hansı bir ardıcıllıq var? 4 artdı, 2 artdı. Amma 47-dən 53-ə 6 artır. Artıq burada ardıcıllıq pozulur. Diqqətlə baxsam görərəm ki, 37, 41, 43, 47, 53, 59 bu tip ədədlər sadə ədədlərdir. Ümumiyyətlə, sadə ədədlər nədir? Yalnız 1-ə və ölçünə bölünən ədədlər. İndi 59-dan sonra gələn ilk sadə ədədimiz olur 61. Biz də həmin 61-i nə etməliyik? Tərsini sual işarəsi yerinə yazmalıyıq. Olmalıdır 16. Cavabımız olmalıdır C variantı. Sizin üçün 3-cü sualı buyuram bura. Sualı həll edib videonun rəy bölməsinə doğru cavabı qeyd edərsiniz. Sağ olun, növbəti videolarda görüşənədək.